İctimai televiziya və 4-cü sənaye inqilabının təhlili və koordinasiya mərkəzinin birgə layihəsi. Pul kisənizdə nə qədər pul var? Bəlkə də çox az. Çünki artıq ödənişlərin böyük hissəsini kartlar, mobil tətbiq vasitəsilə edirik. Banka getmədən kredit almaq, telefonla investisiya etmək və saniyələr içində sığorta əldə etmək də artıq adi hala çevrilib. Bütün bunlar isə maliyyə texnologiyalarının, fintechin sürətli inkişafı ilə mümkündür. Gəlin əvvəlcə fintechlə ətraflı tanış olaq. Sadə ifadə etsək, fintech maliyyə və texnologiyanın birləşməsi deməkdir. Başqa sözlə, fintech ənənəvi bank və maliyyə xidmətlərini daha sürətli, rahat və əlçatan edən texnoloji həllərdir. Fintechin əsas məqsədi insanların maliyyə əməliyyatlarını asanlaşdırmaq, banklara ehtiyacı azaltmaq və xidmətləri rəqəmsallaşdırmaqdır. Azərbaycan maliyyə texnologiyaları ilə bağlı demək olar ki, bütün sektorlarda çox güclü irəliləyiş əldə edir. Məlumdur ki, bu sahəyə investisiyalar qoyulur. Rəqəmsallaşma demək olar ki, həyatın bütün sahələrində baş verir. Bu da fintechin bir sektor olaraq inkişafına gətirib çıxarır. Bank məhsulları rəqəmsallaşmağa və rəqəmsal müstəviyə keçməyə başlayır. Mobil ödənişlər, elektron pul kisələri və sürətli pul köçürmələri fintechin əsas sahələrindən biridir. Digər sahə isə rəqəmsal bankçılıqdır. Fintechlər ənənəvi banklardan fərqli olaraq fiziki filialları olmadan tamamilə onlayn fəaliyyət göstərirlər. Ənənəvi bankçılıqdan fərqli olaraq bütün maliyyə xidmətləri qeyd etdiyim kimi müştərilərə onlayn təqdim edilir. Əlbəttə ki, fintech xidmətləri ənənəvi bankçılıqdan daha sürətlidir. Banklarla müqayisədə fintechlər daha çevikdir və fintechlər texnoloji trendləri daha tez mənimsəyir. Bankların ənənəvi və bəzən köhnəlmiş texnologiyalarına qarşı fintechlər müştəri tələblərinə daha tez uyğunlaşa bilirlər. Və fintechlərdə bürokratik prosedurlar da daha az olduğu üçün müştərilər sürətli xidmətlərdən yararlana bilirlər. Fintech bankçılıq sektorunda ənənəvi bank xidmətlərini rəqəmsallaşdıraraq daha sürətli, əlçatan və innovativ həllər təklif edir. Bəs rəqəmsal bankçılıq ənənəvi bankçılığı əvəz edə bilərmi? Biz artıq buna doğru gedirik və hətta çox iri addımlarla gedirik. Düşünürəm ki, qısa zaman ərzində rəqəmsal bankçılıq tam olaraq ənənəvi bankçılığı əvəz edəcək. Bu istiqamətdə dövlətin və xüsusilə Mərkəzi Bankın fintechlərə göstərdiyi dəstəyi vurğulamaq istərdim. Xüsusilə yeni tənzimləmə çərçivələri, maliyyə institutları ilə inteqrasiya imkanları və açıq bankçılıq sahəsində aparılan islahatlar fintechlərin inkişafına geniş imkanlar açır. Намного лучше, чем было, допустим, лет 10 назад. Mobil ödənişlər bazarına gəlincə, ölkəmizdə vəziyyət 10 il əvvəlkindən daha yaxşıdır. Çünki ümumilikdə nağd puldan uzaqlaşma və mobil ödənişlərə keçidlə bu qaçınılmazdır. Düşünürəm ki, bu kölgə iqtisadiyyatı ilə mübarizə aparmağa, vergi gəlirlərini artırmağa kömək edir və bu sadəcə rahatdır. Mənim ölkəmizdə bir neçə mobil ödəniş layihəsi haqqında biraz məlumatım var. Məncə, onlar tezliklə Azərbaycanda kifayət qədər məşhur olacaq və çox uğurlu olacaq. Çünki həm bu şirkət daxilindən innovasiyalara, həm də kiçik təşkilatların tərəfdaşlarına bu yenilikdə iştirak etməyə imkan verəcək bir növ ekosistem olacaq. Amma fintech sürətlə inkişaf etməklə yanaşı, həm də bir sıra çətinliklərlə qarşılaşır. Məlumat təhlükəsizliyi, kibercinayətkarlıq və hüquqi çərçivələrin yetərincə formalaşmaması bu sektorun qarşısında duran əsas problemlərdəndir. Fintech sahəsi sürətlə inkişaf etdiyi üçün qanunvericiliyin də texnoloji yeniliklərə uyğunlaşması çox vacibdir. Hazırki qanunvericilik bəzən yeni texnologiyaların tətbiqinə mane ola bilər. Düşünürəm ki, fintech sektorundakı trendləri nəzərə alaraq qanunlara və qaydalara mütəmadi olaraq dəyişikliklər edilməlidir. Maraqlıdır, gələcəkdə ənənəvi bank şöbələrinə ehtiyac qalacaqmı? Nağd pul tamamilə tarixə qovuşacaqmı? Təbii ki, bunu zaman göstərəcək. Amma bir şey aydındır. Fintech sürətlə dəyişir və biz bu dəyişimin tam ortasındayıq.
İctimai televiziya və 4-cü sənaye inqilabının təhlili və koordinasiya mərkəzinin birgə layihəsi.